Temu'dan aldığım 14 manatlıq inkubatordan cücə çıxardıram part 1. Gəlin birinci bunu analiz eləyək. Görək burada qutusunda nə var. Baxın, qutu belədir. Bunu endirimdəydi deyə aldım. Əslində düşündüm ki, əgər cücə çıxsa, mən belə şeylərə çox həvəsim var dostlar. Bəlkə də məni çoxdan da izləyənlər yaxşı bilir. Deməli, inkubatorun içindən nə çıxır? Belə bir altlığıdır və belə bir qabıdır. Hələ inanırsınız neçə həftədir bu məndədir. Normal cücə tapa bilmirdim deyə. Ona görə açmamışdım. Baxın, buradan su tökülən yeridir. Buradan ekranıdır, buradan dərəcəsini göstərir. Və içində nə çıxır? Belə bir adaptörü və fənəri çıxır. Normalda 37.8 dərəcəyə qədər qalxa bilir. 21 gün ərzində cücə çıxardır. Yoxlayacağıq sizlə birlikdə, görək həqiqətən dedikləri kimi var, yoxsa yox. Əgər olsa bunun böyüyünü alacağam. Dediyim kimi artıq cücələri məndən ala bilərsiniz. Su doldurulan bu hissədən suyumuzu doldururuq. Yumurtalara dəyməyəcək şəkildə o qədər doldurmalıyıq. Daha sonra mən şarja taxıram. Dərəcə başlayır yavaş-yavaş artmağa, gördüyünüz kimi. Və ən son maksimumda olur 37.8-ə qədər qalxa bilir. Yumurtalarımızı gətirdik. Gördüyünüz kimi heç bir toxunuş etmədən bir tərəfi yumru, bir tərəfi sivri olanları seçirik, qoyuruq və işarə edirik ki, digər tərəfə döndərəndə unutmayaq.